Əziz abituriyentlər, bugün sizlərə səhifədə, kanallarda paylaşdığım qəbul tipli sualın izahını verəcəm. Buna aid 2 nümunə görürsünüz. Vaxtilə həmin gördüyünüz bu suallar qəbul imtahanı, yəni 4-cü blokun dim imtahanlarında istifadə edilibdir. Mən hər ikisinin izahını verəcəm. Deməli, gəlin baxaq. Bizə müxtəlif qazlar verib, hansı ki müxtəlif şəraitdə verilən qazlardır. Bunların nisbi sıxlıqlarını hesablamamızı istəyir. Nisbi sıxlığımızın belə bir düsturu var, hansı ki müxtəlif həcmli, müxtəlif qazlar üçün V1 M1 bölünsün V2 M2 və yaxud da ki NU1 M1 bölünsün NU2 M2. Hansı ki V1 V2 həcm verildikdə, burada həcm verilib, ola bilər ki, mollar verildikdə isə digər ikinci düsturdan istifadə edə bilərsiniz. Gəlin başlayaq. Bunu hesablayaq. Deməli, M1 bölək M2, burada bizdə M1 dediyimiz C4H8-dir. Bunun kütləsi nə qədərdir? 56-dır, özü veribdir. Həcmi isə 10-dur. Digər qazın C2H4 qazının isə kütləsi 28, həcmi 2-dir. 2 vurur 28, 56 ilə ixtisar gedər. Cavab alarıq 10. Burada Y variantı 18 nömrəli sualda. 19 nömrəli sualımız da yenə bunun eynisi tipdədir. Bizdən M1 böl M2 nisbi sıxlığımızı istəyir. Burada nisbi sıxlıq da yaza bilərdi bu arada. Yəni bu şəkildə veribdir. 20-ni mən vurmalıyam, deməli 40-a. Bölməliyəm 5 vurulsun 16-ya. Buradan 5 ilə bunu ixtisar paylaşsaq 8, 8 ilə bu ixtisar getsə 2, bu 2 ilə də 20 ixtisar getsə 10. Bu səfər də cavabımız olacaq D variantı.